Hamının başına gəlib yəqin. Gəlməyibsə gələcək. Qabaqcadan deyirəm ki, qorxmayasınız. Gənclərə deyirəm. Hərdən belə bir şey olur ki, Allah məngəniyə salır. Yəni, bütün qapılar bağlanır. Zahiri səbəblər gücdən düşür. Heç nəylə görürsən ki, vəziyyət həll eləmək mümkün deyil. Bax, bu həll edici nöqtədir. Ki, sən o məqamda sırf imanın yoxlanılır. Musa Peyğəmbər necə qoşunla gəldi. Gəldi, çatdı çaya. Bu yan çaydı, o yanda Firondur. Vəssalamda heç nə yoxdur. Baxırsan, hər şey səndən üst çevirib. Bəziləri qorxdu, Musa aram, dedi, narahat olmuyor. Allah bizdəndir, dənizi yardı. Həyatda bu hadisələr olur. Hadisələrin hər biri sənin əleyhivə cəryan edir. Görsən ki, heç bir sağa sola addım atamırsan. Hər şey sənin əleyhivədir. Orada sən aram ola bilsən, ilahi sən varsan, məni görürsən.